Kürdəmirdə güclü yanğın hadisəsi baş verib. Hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini Ağamalıyev Rıza Qardaşxanoğluna məxsus 2 mərtəbəli ümumi sahəsi 130 kvadrat metr olan 8 otaqdan ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb. Ev sahibinin sözlərinə görə yanğın zamanı ona ümumilikdə 100 min manata yaxın maddi ziyan dəyib. Mən səhər gəlin qayını aşağıda idi, o küçədə gördük ki, kişi evdə yatmışdı. Öyle qapılar bağlı idi. Yox, səhər saat 11 ilə 10 arası idi da. Hə, bu dünən səhər 11 ilə 10 arası təqribən və uşaq nəvəm yügürdü ki, aynən mama babam yanır. Hə, yügürüşdü, bir dənə bu evdən bir dənə ailəmiz çıxarda bildi. Gəldi, kişini çıxarda bildi. Qalan hər şey qonum ağrəbə gəlincə, qonum qonşu gəlincə, yanığı söndürən gəlincə evim külə döndü. Heç nə yandı? Evdə bir qızımın cehizi yandı, bir gəlinimin cehizi yandı. 10 min manat narımın məhsulunu satmışdım. O yandı. Gəlinimin 3 min manatı qızılı yandı. Mənim özümün də 33 ildir yığdığım dəyərində olan cehizim yandı. Mən də Mehriban Əliyevdən, İlham Əliyevdən, prezidentimizdən kömək istəyirəm. Ümumiyyətlə nə qədər ziyan dəyib? 100 min manatlıq dəyərində mənə ziyan dəyib. Mən də ona görə xəstə ailəm var. İkinci qrup həlidir. Xəstə nəvəm var, psixi problem pozuluğu var. 3 ailə yaşayır. Neçə nəfər idi? 7 başıq. Ümumi 7 başıq, amma 3 ailəyik. Qızı ilə, gəlinim, qızı ilə, ailəsi ilə, mən də həyat yoldaşımla ikimiz. Hadisə deməli belə ki olub, səhər qısa qapanmadan olub, səhər saat 10 radələrində 11-ə işləmiş. Deməli, ani momentdə evdə, yəni qısa qapanma nəticəsində ev alovlandı, yandı, heç bir şey əldə eləyə bilmədik. Bu evdə 3 dənə ailə yaşayır. 3 ailənin deməli, bütün qızının, gəlininin, özü 30 ildə işləyir. Qazandıqları hamısı da göz qabağındadır. Yəni heç bir şey əldə eləyə bilmədilər. Bu yaxında narlarını satmışlar, 10 min manatlıq həyətyanı sahəsinin məhsulu idi, o da yanıb. 3 mindən yuxarı gəlinin özünün qızılı, bunlar da hamısı yanıb məhv olub, heç nə tapılmadı. Üstə gələk 30 ildir bunlar əlləşirlər, vuruşurlar, hamısı da göz qabağında da qardaşım. Biz hörmətli prezidentimizdən, hörmətli Mehriban xanımla xahiş edirik ki, bu ailələrə yüngül bir köməklik eləsinlər. Yəni qaliba bir dəqiqə baxın, heç bir yəni evdə qaz yox, işıq yox, qonşudan gələn çay bunlar qızdırıb içməyə imkanlar yoxdur. Çox xahiş edirəm, lazım olan qurumlardan, lazım olan vətəndaşlardan bu ailəyə köməklik eləsin. Yenə çox xahiş edirəm, yenə çox xahiş edirəm. Başda hörmətli prezidentimiz, dünya səviyyəli, hörmətli onun ailəsi, dünya səviyyəli Mehriban xanım, xahiş edirik, bunlar azdan küçdən köməklik eləsin. Məsələ ilə bağlı Sığırlı kənd icra nümayəndəliyinin münasibətini öyrənməyə çalışdıq. Sığırlı kənd icra nümayəndəsi Mehman Əmirov şifahi olaraq televiziyamıza bildirdi ki, tərəfimizdən hadisə baş vermiş evə baxış keçirilib. Hazırda ailənin mövcud vəziyyəti qiymətləndirilir və yaxın vaxtlarda icra nümayəndəliyi tərəfindən ailəyə tərəfimizdən kömək olunması nəzərdə tutulur. İcra nümayəndəsi onu da bildirdi ki, yanğın hadisəsi ilə bağlı Kürdəmir rayon icra hakimiyyəti tərəfindən rəsmi olaraq Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlanıb. Hazırda faktla bağlı araşdırma aparılır. Aqil Əsədov, Ülviyə Orucova, Kürdəmir.